Deməli, mən atalar sözlərinin qabağını deyirəm, arxasını siz deyirsiniz. Çox istəyən bir deyək. Yalancının evi yandı, heç kəs ona inanmadı. Artıq tamam. Başlayalım. Qılınc Qılınc yarası sağalmaz. sağalar. Söz yarası Qılınc yarası sağalar, söz yarası sağalmaz. Bəy verən atın dişinə baxmazlar. Bu nə deməkdir? Bax, bəylərin toyu olanda bəylər öz qohumlarına hədiyyə verir. Yəni atın da dişinə baxıb demək olur ki, o atın neçə yaşı var. Yəni artıq 4 yaş, 5 yaşsa o artıq qoca at sayılır. Qoca at daxı yaxşı yerimir, yaxşı qaçmır. Ona görə deyir ki, yəni bəy sənə pulsuz verib də o atı, düzdürmü? Onun dişinə baxırsansa qocadır, cavan durub deyirsən ki, yox, qoca at vermirsən, istəmirəm, cavan at ver, elə deyəcəksən. Yəni o sənə pulsuz gəlib, havaya gəlibsə, onu qəbul eləməlisən də. Deməli deyirsən ki, orası pisdir, burası pisdir, düzdürmü? Başqasını deyək. Ağıl yaş. Yaşı başladı. Ağıl yaşda deyil, başdadır. Bəli.